İnformatikadan belə bir sualın izahına baxaq. Verilmiş bu 5 hərfdən istifadə etməklə aşağıdakı ardıcıllıqda sözlər düzəldilir. Verilmiş sırada D, B, A, C sözünün sıra nömrəsini müəyyən edirik. Biz ilk öncə görürük ki, birinci hərf A ilə başlayan A ilə başlayır, B, C sıralama bu şəkildədir. Deməli, A ilə başlayan birinci sözlərin sayını tapa bilərik. A-dan sonra neçə dənə yer qalır? Neçə hərfi? 4 hərfli sözdür də. A-dan sonra 3 yer qalır. Hər 3 yerə neçə dənə hərf yaza bilərəm? 5 dənə. Bizə verilən ABCD-yi 5 dənədir. 5 dənə hərf yaza bilərəm. Deməli, A ilə başlayan 5/3, 125 dənə söz var. Daha sonraki, çünki bizimki hələ D ilə başlayan sözdür. Ona görə D-yə qədər sıralamanı tapa bilərəm. A ilə başlayanlar bitdi. Sonra keçirik B ilə başlayanlara. B ilə başlayanlar da elə A ilə başlayanlar kimi 3 dənə xana var boş qalan. Hər birinə 5 hərf yaza bilirəm deyə 5/3, 125. 125 dənə də söz B ilə başlayandır. Sonra C ilə də eyni qaydada 125 dənə də C ilə başlayan söz var. LA ilə başlayan sözlərim isə baxıram 2 boş xana qaldığı üçün və hər xanada yenə 5 hərf qeyd edə bildiyim üçün burada da 5/2, 25 sayda söz yarada bilərəm. Və əsas məsələ keçdik. DB-yə bizdən istənilən DB, DB-də ilk hərf hansı olur? A olur. Bu oldu. Gəlin bura qədər sayı sayaq. Deməli 125, 125, 250, üstünə 125 gələndə 375, 25 də gələndə 400. Deməli sonuncu burada 400 olaraq dayanırıq. Və DBA neçənci oldu? 4 DBA ilk hərf A, yəni A olduqda və sonuncuda A olan 401-ci sıra olacaq. Daha sonra DBA B olan 402-ci olacaq. DBA B 402-ci olacaq. Və bizdən istənilən DBA C isə 403-cü olacaq. Deməli, DBAC sözünün sıra nömrəsi 403.